Atam bizə sual vermişdi ki, böyüyəndə nə olmaq istəyirsiniz? Mən demişdim, mən çox böyük adam olacağam. Dedi, oxuyacaqsan? Dedim, yox, oxumayacağam, amma böyük adam olacağam. Amma Əmrah məndən 2 yaş kiçik təsəvvür edin. Məsələn, mənim 8 yaş, 7 yaşım varsa, onun 5 yaşı var. Dedi ki, mən əsgər olacağam, Qarabağı mən alacağam. ...1998-ci il bir qarlı, çoğullu bir gündə 21 fevralda dünyaya gəldi. 2 yaş fərqimiz olub. Amma belə yəni o fərqi göstərməmişik də. Həmişə həm çox adam bizi əkiz bilib hətta. Həm belə fiziki oxşarlıq, həm də ümumi boy, çəki, belə eyni adam olmuşuq da elədir. Amma dərinliyə baxanda çox fərqli idik bir-birimizdən. Çünki Əmrahla mən eyniləşə bilməzdim əsla. O seçilmiş insanlardan idi həqiqətən. Bunu çox yerdə qeyd eləmişəm. Ataları dünyasını dəyişdi. Ataları dünyasını dəyişəndən sonra belə oldu ki, nəsil kök deyək də yığılışdılar. Məni bunlarla qalmağına söylədilər ki, bəs mən qalım bu uşaqlarla. Bu məsuliyyət də mənim üçün həqiqətən çox ağır bir yük kimi idi. Əmrah çox dəlisov uşaq idi, çox, həddindən çox. Yəni, həm dəcəl, həm necə deyim, amma adama o hissi verirdi ki, yəni çox cəsur adamdır da, həqiqətən. Söhbət yaşdan getmiş, 3 yaş, 5 yaş. Yəni, hər yaşında dəlisov olub, hər yaşında o dəliqanlılığı hiss eləmək olurdu onda, ta şəhid olduğu günə qədər. Uşaqlar məsələn üçün bir-birinə hirslənəndə vururlar, ya da ki, nəsə zərər yetirirlər. Amma Əmrahda elə bir şey yox idi. Əmrah həmişə qıraqda dayanıb hirslənirdi, gözlərindən yaş axırdı, amma heç nə ilə. Danışanda da fərqli danışırdı. Orxan çəkincə idi böyüklərinin yanında. Əmrah rahat danışırdı. Yəni özünü ifadə eləyə bilirdi ki, uşaqlıqdan nə istədiyini deyə bilirdi. O həmişə hərbiyə maraq göstərirdi. Elə uşaq yaşlarından deyirdi ki, mən hərbiçi olmaq istəyirəm müəllimə gələcəkdə. Onun ən böyük arzusu Naxçıvan qadına hərbi liseyə qəbul olmaq idi. Biz Bakıya gəlişimizin məqsədi uşaqlarımızın oxumağı idi. Atası çox istəyirdi ki, uşaqları oxusun. Dedi ki, bəs oxuyacaqsınız belə. Dedi, ata, mən hərbiçi olacağam. Atası qayıtdı, dedi ki, sən bilirsən, hərbi necə çətindir. Hələ sən balacasan, sən nə bilirsən ki, hərbi nədir? Dedi, ata, mən çətin olduğuna görə seçirəm. Mən bilirəm, hərbi çətindir, elə çətin olduğuna görə seçirəm. Yəni, hərbiçi nədir, hərbiçi kimdir, hərbiçi nə iş görür, bunlarla anlayışım yoxdur. Amma Əmrah bütün, məsələn, dayım, əmim, kimsə xidmətdən gələndə, məsələn, mən uzaq dururdum, gəlib, xoş gəlib də görüşürdüm filan, amma Əmrah formasını götürürdü, papağını geyinirdi, nə bilim, bu nədir, bunun adı nədir, kakardadır, köpqadakı bu nədir filan. Yəni, çox marağı var idi, həddindən çox. Dərsdə də həmişə hərbi ilə bağlı suallar olanda o cavab verərdi. Çox xüsusi marağı var idi ona. Yəqin ki, onun sonra ən böyük arzusu da olub ki, torpaqlarımızın azad olunmasında yaxından iştirak eləsin. Görünür ki, özünü buna hazırlayırmış o bu qədər. Düz, məndə də hərbiyə meyillik var idi, mən də sevirdim, amma onun qədər sevmirdim də. O daha çox aşiq idi də. Hər dəfə məsələn hərbidən söhbət düşəndə bildirirdi, özünü qabağa atırdı. Ya müəllim nəzərdən sual-cavab olanda sinifdə ümumiyyətdən Əmrah tez özünü qabağa atırdı da. Hərbiyə həvəsi var idi. Özü də həmişə deyirdi ki, inşallah qismət olsa mən gedəcəm hərbiyə. Qəti idi də, həmişə deyirdi. O 8-ci sinifdən sənədləri verdi. Az bal yığmışdı, hazırlığa getməmişdi deyə az bal yığmışdı. Mən də dedim, yəqin qismət deyil. Nə olsun ki, o qədər sənədlər var. Dedi, yox, xeyr, mən bu il hazırlaşacağam, gələn il gedərəm. O bir il o necə oxudusa təsəvvür edin, heç kim inanmırdı ki, yəni Əmrah bu qədər mi oxuyur, yəni dərsdən ayrılmırdı adam. Məsələn, mən ondan çox oxuyordum normalda, amma mən belə onu şey elə bilmirəm ki, adam bəsdir də, yəni az oxuyur. Gəldi, evdə də biz ona əlavə məşğul olduq, həm sinifdə, həm evdə. Birlikdə çalışırdıq, çalışqan idi, verdiyim tapşırıqları dediyim kimi də yerinə yetirirdi. Əvvəl-əvvəldə çətinliklər olurdu, söhbət eləyəndə deyirdi, biraz çətinliklər yaşayırdı. Amma onun o həvəsi, o sevgisi
o çətinliyə üstün gəldi. Yəni elə çox çətinlik çəkmədi. Ondan sonra da daha çox xoşbəxt idi. Daha çox istədiyinə nail olmuşdu, arzusuna çatmışdı deyə. Çox sevinirdi. Mən bir də dedim ki, mən elə bilirdim, əlbət yenə də keçən ilki kimi qəbul olmayacaqsan. Dedi, yox, mən özümə söz vermişdim ki, mən mütləq bu sözümü tutmalıydım. Və aradan uzun illər keçməsinə baxmayaraq, həqiqətən həmişə evə buraxılanda, ev tətilləri olanda həmişə gələrdi məktəbdə müəllimləri tapardı. Xüsusilə də mənimlə görüşərdi, çünki mən uzun illər sinif rəhbər olmuşam deyə. Gələrdi, həmişə uğurlarını bölüşərdi. Orada nə nailiyyəti olsa, uğuru olsa bölüşərdi mənimlə. Naxçıvanski qurtarandan sonra Heydər Əliyev adına akademiyaya qəbul olundu. Orada kəşfiyyat bölməsini seçdi. Azərbaycan Ali Hərbi Məktəbinə daxil olanda bir qrupda eyni ixtisas üzrə təhsil almağa başladı və ondan sonra Əmrahla bizim münasibətlərimiz daha yaxın oldu, bir-birimizi daha yaxından tanıdıq. Mən deyərəm ki, bəlkə də öz yoldaşlarımız da, qrup yoldaşlarımız da bunu təsdiqlər ki, ən optimist, ən gülərüz insan idi. Yəni, problemin üzünə gülərək baxırdı, yəni heç bir şeyi dərd eləməzdi, problem eləməzdi. Yəni, hər şeyi belə müsbət qarşılayırdı. Deməli, bizim Əkbərov Əmrahla ilk tanışlığımız 2020-ci ilin iyul aylarına təsadüf eləyir. Böyük Vətən müharibəsinin 75 illiyi münasibətilə biz bir neçə döyüş yoldaşlarımızla bir yerdə Azərbaycanı təmsil etmək üçün Rusiya Federasiyasının Moskva şəhərində ezam olunmuşduq. Geri döndüyümüzdə mən artıq gördüm ki, bizim bölməmizə artıq yeni şəxs heyət gəlib. Onlardan biri də Əmrah idi. Bizə dedilər ki, bəs gəlin sağollaşın, evlə halollaşın, gəlin. Mən evə gəlmişdim, bizim dayımız gil var, burada yaxınlıqda qalırlar. Elə bir şey, buradan daha yaxındır da. Onda Əmraha da demişim ki, sən ora get də, sən onlarla get sağollaş, mən gəlib evlə sağollaşaram. Gəldim, o formada sağollaşdım və bir-birimizlə görüşə bilmədik amma. Yəni, o gəldi, oralarla sağollaşdı, getdim, mən evlə sağollaşmaydım, amma deyə bilmirik, hara gedirik. Yəni, sadəcə təlimə gedirik adıyla. Sonuncu dəfə gəldi, dedi ki, müəllimə, gələn dəfə sizə elə bir sürprizim olacaq, elə bir sizə uğurumu deyəcəm ki, siz çox sevinəcəksiniz. Dedim ki, hə, mütləq gözləyəcəm səni, amma təəssüf ki, biz növbəti dəfə görüşə bilmədik artıq. Sonra xəbər tutdum ki, o leytenant rütbəsinə qədər yüksəlibmiş, onu gəlib mənə deyəsiymiş, amma qismət olmadı, biz onu bölüşə bilmədik onunla. Mən ona dedim ki, bəs sənin nailiyyətlərin, sənin uğurların həmişə belənçi üst-üstə götürəndə mən səni tez bir zamanda generallıq vəzifəsində görürəm də. Dedi ki, mən generaldan da böyük vəzifəyə qalxacam. Mən şəhid olacam. Mən indi dərk eləyirəm ki, yəni bu şəhidlik, bu eşq imiş, bu bir sevgi imiş, bu bir istək imiş. Müharibəyə hazırlıq planları ilə biz hərəkət edəcəkdən artıq müharibə başladı. Ön xəttin yarılması əməliyyatında iştirak edən iki qrup, əsas qruplar elə bizim qruplar idi. Çünki bizim fəaliyyətimiz cəbhənin yarılmasında xüsusi rol oynayırdı və Əmrah da orada bir gənc komandir kimi, gənc bir leytenant kimi fərqlənməyi bacarmışdı. Hadrutun yenə deyirəm, aşağı tərəfində, hələ Hadrut alınmamışdan bir kilsə fason bir yer var idi. Gördüm orada yaralılar var. Getdim, yaxınlaşdım, dedim, hansı taborsuz? Dedilər, bəs filan tabor. Gördüm, Əmrahın olduğu tabordur. Soruşdum ki, Əmrah nə edir? Və mənim dönəmlərim var idi orada gezirlərdən. Dedilər ki, komutan canavar kimidir Əmrah, narahat olma da, filan, döyüşür, belə elə. Heç gənc deyil də elə bir şey. Elə bir ki, 10 ildir bizləndir. Təsəvvürün belə bir şey. Dedim, harada? Dedilər ki, bu təpəni açsan görəcəksən onları. Düşmənin üzərinə elə şığıyırdı ki, sanki bu insan ölümsüzdür, sanki bu insan güllə keçirtməzdir, daşdır, dəmirdir, nədir. Həqiqətən çox belə istəkli idi, olduqca qərarlı idi, qorxmaz idi, gözü qara bir gənc idi, bir gənc komandir idi həqiqətən. Müharibə gedə-gedə danışdım. Həmişə deyirdi, yox, bizə deyir, hələ ehtiyac yoxdur. Bizi hələ aparmayıblar. Yəni, biz hələ arxadayıq, bizə təsəllizat verirdi. Amma sırf o döyüşün qızğınında bu başladı bizlə tamamilə
psixoloji o bizi öyrəşdirmək üçün belə bir şeylər olar, belə bir şeylər. Dedi anam, dua elə. Çox ağır döyüş olacaq. Ağır döyüş, doğrudan da elə ağır imiş. Yəni həmin döyüşdən qayıtmadı. Axşam, yəni onun döyüş yoldaşları dedi ki, axşam tərəfi saat 5-dən sonra 6 falan İkinci gün idi, zəng gəlmirdi Əmrahdan. Hamısı da qohumlar zəng eləyir. Çünki məndən hər gün əlaqə saxlayırdım uşaq. Dedim, bəlkə uşağın konturu qutarıb. Götürdüm, getdim. Səmə gedim. Nömrəsinə 5 manat yüklədim ki, dedim birdən də o görsün, zəng eləsin də. Gördüm, yox, hələ xəbər yoxdur. Hardasa saat 11-12 olardı. Bəs zəng gəldi ki, bəs siz Əmrahımız bəs şəhid oldu. Xəbər necə? Dayım dedi ki, bəs Əmrah yaralanıb gələ bilərsən. Dedim, mən də döyüşün birinci günü yaralanmışdım. Əmrah gəlmişdi. Deməli, gələ bilmərəm də. Mən də elə oyuncaq deyil ki, ikidən kimsə yaralanıb. Yaralanıbsa dedim, mən lap yaxşı. Dedi, bəs necə gəlirsiniz? Dedim, yəni Allah göstərməz, başqa bir şey olanda gəlirik, göndərilir. Dedi, elə göndərilərsə, onda çıx gəl. Başqa bir şagirdimin şəhid olmuşdu, bu məktəbdə təhsil almışdı. Elə onun yas mərasiminə getmişdik. Orada dedilər ki, bəs müəllimə, sizin sinifdən başqa bir uşaq da şəhid olub. Mən fikirləşdim, kim dedilər? Əmrah. Mənim sinifimdə 2 dənə Əmrah var idi vaxtı. Dedim, hansı Əmrah? Dedilər ki, o hərbiçi Əmrah. Yəni hərbi ilə hərbi istiqamətdə gedən. Mən orada yəni sözlə ifadə edə bilmirəm. Yəni bircə onu fikirləşdim ki, kaş o olmayardı. Əslində mən heç vaxt düşünməzdim Əmrahın şəhid olmağını, yəni belə tez aramızdan ayrıla biləcəyini heç vaxt yəni ağlıma gətirməzdim. Çünki Əmrah elə bir insan idi ki, Əmrah bütün çətin vəziyyətlərdən, bütün vəziyyətdən elə ustalıqla çıxırdı ki, biz özümüz matməətdə qalırdıq ki, yəni bu uşaq necə bacarırdı belə bir şeyləri. Özünü göstərmək, vətənini sevmək böyük şeydir. Məndə bir qürur oldu ki, mənim övladlarım vətənini sevir. Hər üçü sevirdi. Sevgi dolu, ona görə deyirəm ki, hər kəsi sevirdilər. Qohumları, vətənini, yəni ətrafını, dostlarını. Mən bilmirdim Əmrahın bu qədər dostu var. Yəni Əmrahdan sonra zəng eləyənlər, axtaranlar ki, belə bir yolda olmuşuq, bir söhbətimiz olub. Əmrahın qəhrəmanlıqlarından döyüş yoldaşları müəyyən bir tədbirdə görüşəndə, döyüş yoldaşları, yuxarı rütbəli zabitlər o qədər ağız dolusu danışırlar ki, adam baxır, həqiqətən fəxr hissi keçirir ki, biz belə bir insanla bir müəyyən bir həyat sürəsi deyək, bölüşmüşük. İnandırım sizi, hamısı ilə bir ortaq cəhətləri var hamısının. Hamısını yığsam bir yer, nəsə bir ortaq cəhətləri var. Yəni, necə deyim, onlar ona görə həmişə qeyd edirəm ki, onlar seçilmişlərdir. Yəni, onlar, o zirvə hər adama qismət olmur. Görürsən, bu lazım olacaq. Mən elə bildim, iş kartıdır. Yəni, maaş kartıdır. Ha, dedim ki, xeyirli olsun. Belə baxdı mənə, gülümsədi. Sonra bildim ki, həmin o kart onun sığorta kartı yox. Deməli, məndən xeyir-dua da alır. Yəni, şəhidlik üçün mən ona xeyir-dua vermişəm. Çox sıx olub münasibətlərimiz, tez-tez gəlib. Yəni, çox dərin izlər buraxıb məndə Əmrah. Ona görə də həm bir tərəfdən qürur vericidir mənim üçün. Fəxr edirəm ki, mən çox şanslı müəllimlərdən sayıram özümü ki, mənim belə bir qəhrəman şagirdim olub. Mən onun müəlliməsi olmuşam, mən onun həyatında müəyyən bir iz buraxmışam. Amma ki, bir müəllim kimi də çox çətindir mənim üçün ki, o yəni şəhid olub. Həm qürur vericidir, həm də o qədər də çətindir. Yəni çox mən duyğulanıram onun haqqında danışanda. İstəyirəm çox danışmaq, çox xatirələrim var, amma biraz hisslərim o qədər imkan vermir. Amma ki, həqiqətən fəxr eləyəsi bir şagird olub. Həmişə deyirdim ki, Allah rəhm elə bütün balaları. Mənim balalarım çox həsrətlə böyümüşdü.
Deyirdi, sənə unutturacağam hər şeyi. Çəkdiyim bütün əziyyətləri sənə unutturacağam. Unutdurdum. Hər şeyi. Yəni mənim çəkdiyim keçmişdə nə olmuşdusa unutdum. İsmaillidə təlimlər də olurdu ki, oranın mühiti daha uyğun idi də bizim bərabər. Yəni, o təsəvvür eləyin, taksi ilə gedirdik Əmrahla. Üçümüz arxada oturmuşduq. Uje xidmətə qayıdırıq da. Dedim ki, bax, yəni hər dəfə gedirik İsmailliyə da təlimə. Yəni bir dəfə də eşidəcəksən ki, gedirik təlimə, amma təlim olmayacaq da. Nəsə olar eləyər. Birdən qorxarsan dedim. Belə başım yerlədi aramdan ki, başa düşürəm qardaşım, narahat olma da. Yəni, məndən narahat olma. Yəni, məndən sənə və yaxud kiməsə bir söz getməz ki, bu qorxdu və s. Belə söhbətimiz oldu. Sonra həmişə deyirəm o sözü, çox peşman olmuşam o sözə görə ki, mən kimə qorxma demişəm deyən təsəvvürən. Adam öz qumbarası ilə özünü partladan oğlandır da Səngərdə, erməni Səngərində və mən ona qorxma demişəm.